Salam, hər vaxtınız xeyir. 28-ci mövzumuz geyimin təmiri texnologiyasıdır və son mövzuda 6-cı sinifin artıq son mövzusuna gəldik. Geyimin istismar müddətini artırmaq üçün onu səliqəli geyinmək, təmizliyinə diqqət yetirmək lazımdır ki, onu deyir, təmirinə ehtiyac yaranmasın. Sonra geyimin təmirinə nə aiddir? Geyimə vaxtında nəzarət etmək lazımdır. Tikiş məmulatlarının təmiri, bəzədilməsi, xüsusi bacarıqları yiyələnmək tələb edir. Bu bacarıqlar isə furniturların tikilməsi aiddir. Deməli, bacarıqlar nə aiddir? Furniturların tikilməsi. Bəs furnitur nədir? Furnitur tikiş sənayesində istifadə edilən köməkçi bir məmulatdır. Deməli, nədir? Köməkçi bir məmulatdır. Aşağıdakı şəkildə, yəni şəkil 1-də furniturların növləri var. Hansılar var? Deməli, A düymələrdir, B baxırıq, B qarmaqlar və ilgək, C tikiş basma düyməsi, daha doğrusu C deşmə basma düymə, sonra D toqqa, Y zəncirli bağlama, Ə-də isə zəncirli askı şəkilləri göstərilmişdir. Sonra bu furniturları, paltarları nə üçün istifadə olunur furniturlar? Düymələmək, asmaq, bağlamaq, bərkitmək üçün istifadə edilir. Tikiş furniturlarını seçərkən parçanın xüsusiyyətlərini nəyi nəzərə alırıq? Parçanın xüsusiyyətlərini, modelini, biçimini və məmulatın növünü nəzərə almaq lazımdır. Nə zaman? Furniturları seçən zaman. Bu seçim zamanı məmulatın ölçüsünü, formasını və rəngini unutmaq olmaz. Ölçüsünü, formasını və rəngini də nəzərdə saxlamaq lazımdır. Tikiş furniturların tarixi geyimin yarandığı andan başlayıb. Testlərə çox zaman düşür ki, tikiş furniturların tarixi nə zaman başlayıb? Deyirik ki, geyimin yarandığı andan başlayır. Tikiş furniturları olmadan tikiş mümkün deyil. Tikiş üçün saplar, geyimi düymələmək və yaxud da ki, bəzəmək üçün tikiş furniturlarından istifadə olunur. Deməli, nə üçün istifadə olunur? Tikiş furniturları geyimi düymələmək, həmçinin də bəzəmək üçün də həmin bu furniturlardan istifadə olunur. İlk furnitur nə hesab olunur? Düymə hesab olunur. İlk furnitur düymə hesab olunur. Qədim insanlar düymə əvəzinə geyim hissələrini bitki, heyvan sümükləri, sonra həmçinin çubuqlar olan mil ucluqlarla da birləşdirirdilər. Çubuqdan olan mil ucluqlardan da düymə kimi istifadə edirdilər. Bu hissələri də yaxşı yadda saxlayın. Demək, heyvan sümükləri, sonra bitki hər hansısa bir deməli hissələri düymələr əvəzinə bitki, heyvan sümükləri, yəni bitki də ola bilər, heyvan sümükləri də ola bilər, sonra çubuqlardan olan mil ucluqlarla da birləşdirirdilər. Düyməni kim tərəfindən icad edildi hələ də məlum deyil, amma bəziləri Yunan, bəziləri Romaların olduğunu deyir. Bəziləri isə düymənin Asiyadan gəldiyini iddia edir. Baxın, böyle bir dəqiq məlumat deyil, amma Yunan, Roma və Asiyada ola bilər kimi iddialar var. Düymələr əsasən fil sümüyündən hazırlanır. Düymələr nədən hazırlanır? Fil sümüyündən hazırlanırdı. Təyinatına görə düymələrin növləri palto, yüngül geyim və xüsusi geyim kimi 3 növə ayrılır. Deməli, təyinatına görə düymələr neçə cür oldu? Hansı növləri var? Təyinat deyəndə deyirik palto, yüngül və xüsusi geyim. Düymələr müxtəlif materialdan hazırlanır. Plastikdən, metaldan və ağac sümüklərdən və s. materiallarda ola bilər. Yəni, müxtəlif materiallardan hazırlana bilər. Amma kitabda bizə deyir ki, ağacdan, metaldan, sümükdən, həmçinin plastikdən də hazırlana bilər. Düymələr dizaynına görə də fərqlənir. Deməli, müəllimlər, dedik düymələr dizaynına görə necə olur? Düymələr dizaynına görə desə, deyirik ki, bəzəkli və bəzəksiz, yəni naxışlı, metal və yaxud da ki, dəri örtüklü ola bilər. Bu, onun bəzəkli olan hissəsinə aiddir. Düymələr dəlikli və yaxud da ki, dayaqlı olur. Dəlikli olanda 2 və 4 dəlikli. Baxın, 2 və 4 dəlikli və bir də dayaqlı olur. Deməli, düymələr belə desə dəlikli və dayaqlı, amma növü olaraq desə ki, dəliklinin hansı növü var? Deyirik 2 dəlikli və 4 dəlikli olur.
Əsas materialının əsas materialın rənginə və yaxud da ki, bəzəməyə görə seçilir ki, yəni bu düymələrin növü məmulatın rənginə və yaxud da ki, bəzəmə növünə görə seçilir. Sonra burada bir daha deyir düymələrin növləri, 2 dəlikli düymə, 4 dəlikli düymə və sonda isə dayaqlı düymə. Baxın, sanki burada bir dayağı var. Sonra yüngül paltarlar üçün düymə parçaya sıx. Yüngül paltarlar üçün düymə parçaya sıx, hansı 4-5 tikiş arası ilə tikilir. Üst geyimlərdə düymə ayaq saxlamaqla tikilir. Üst geyimlərdə düymə ayaq saxlamaqla tikilir. Parçanın qalınlığından asılı olaraq ayağın hündürlüyü 0,1, 0,4 sm ola bilər. Nə qədər? 0,1, 0,4 sm ola bilər. Sonra gəlir qarmaq və ilcəklər nədir? Qarmaq və ilcək parçanın zəif, dartılan sahələrində birləşmə yerini gizlətmək üçün istifadə olunur. Qarmaq və ilcəklər parçanın zəif dartılan sahələrində birləşmə yerini gizlətmək üçün istifadə olunur. Qarmaq və ilcəklər metaldan müxtəlif forma və ölçülərdə hazırlanır. Deməli, material nədir? Metaldandır, müxtəlif forma və ölçüdə hazırlanır. Geyimin qamətə görə biçilməsi və bədənə uyğun olması qarmaqlarla təmin olunur. Deməli, necə deyirik? Geyimin qamətə görə biçilməsi və bədənə uyğun olması qarmaqlarla təmin edilir. Qadın paltarlarındakı qarmaqların sayı çox və yaxud da ki, az ola bilər. Bu geyimin materialından və növündən asılı olaraq dəyişir. Qarmaq və ilgəklər parçanın növündən, məmulatın modelindən və yerləşmə yerindən asılı olaraq müxtəlif üsullarla tikilir. Hansı üsullardır? 3-4 tikiş arası etməklə qarmaqlar 3 yerə, ilgəklər isə 4 yerə tikilir. Deməli dedik neçə tikiş arası olur? Qarmaq və ilgəkdə 3-4 tikiş arası olur. 3-4 tikiş arası etməklə qarmaqlar 3 yerə, ilgəklər isə 4 yerə tikilir. Qarmaq 3, ilgək isə 4 yerə tikilir. Qarmaq bağlayıcının yuxarı hissəsinin alt tərəfində olmalıdır. Testlərə çox zaman düşür bu sualda. Qarmaq harda olmalıdır? Qarmaq bağlayıcının yuxarı hissəsinin alt tərəfində olmalıdır. Deməli, şəkil 4-də də qarmaq və ilgəyin tikilməsini göstərir. B. Bağlayıcıda qarmaq və ilgəklərin yeridir. Burada qarmaq və ilgəkləri göstərir. Yəni parçaya hansı hissələrdən tikilmişdi onu. Sonra bağlama yerinə böyük yük düşmürsə, kiçik qarmaqdan istifadə olunur. Yəni böyük bir güc lazım deyilsə, yük yoxdursa, orada kiçik qarmaqlardan istifadə olunur və ilgək əvəzinə sapdan istifadə olunur. Yəni artıq orada ilgək olmur, sapdan istifadə olunur. Sonra furniturlar yararsız hala gəldikdə onu dəyişmək lazımdır. Bunun üçün iti uclu kiçik qayçıdan istifadə etmək olar. Paltarları təmir edərkən qayçı, iynə və ütü ilə təhlükəsizlik qaydalarına riayət etmək şərtdir. Belə müəllimlər, bu dərs çox sadə və qısa dərsdir. Burada diqqət edəcəyiniz məqamlar: ilgək qarmaq nədir? İlgəklər hansı yerlərdə tikilir? Neçə tikişlə? Nəyə görə seçilir? Düymələrin növüdür, təyinatıdır. Baxın, bunlardır, yaranmasıdır. Hansı ki, burada furniturlar vardı, sizə göstərdim. Daha doğrusu şəkil 1-də göstərdiyim furniturları əzbərləyin ki, hara aiddir. Belə. Başqa da bir şey məncə burada sizə deyə biləcəyim bir şey qalmadı. Bir daha nəzər yetirəm ki, gözümdən qaçan heç bir şey olmasın. Başqa heç bir şey yoxdur müəllimlər, elə bu qədərdir. Bu dərsimiz elə buydu.